Salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə 5-ci sinif Dəyanət liseyinə hazırlıqla bağlı bəzi sualların izahına baxacağıq. Deməli 1. Xəritədə paytaxtı ulduzla göstərilmiş dövlətin qədim dövr tarixinə aiddir. Burada söhbət Albaniya dövlətindən gedir. İndi bir-bir variantlarla tanış olaq. 1. Makedoniya işğalına qarşı mübarizə aparması. Ümumiyyətlə biz bilirik ki, Albaniya və Atropatena dövlətləri hər ikisi Makedoniya imperiyasının parçalanması nəticəsində yaranıblar. Ona görə biz bunu götürməyəcəyik. Daha sonra Xəzər xaqanlığı ilə diplomatik əlaqələr saxlanılması. Bəli, Albaniya dövləti Xəzər xaqanlığı ilə diplomatik əlaqələr saxlayıb. Ancaq sualda bizdən qədim dövrü soruşduğuna görə biz ikini də götürməyəcəyik. 3. Yadelli hücumuna məruz qalması doğrudur. 4. Romalılarla sülh bağlaması. Burada bizim doğru cavabımız olacaq 3 və 4 D variantı. 5-də isə deyir ki, Ərəb xilafəti tərəfindən süquta uğradılması. Doğrudur. 705-ci ildə Albaniya Ərəb xilafəti tərəfindən süquta uğradılıb. Ancaq qədim dövr olmadığı üçün biz onu götürməyəcəyik. 82-ci sual. Qarabağ xanlığı Quba və Şəki xanlıqlarından fərqli olaraq bizə fərqli xüsusiyyəti soruşur. A variantı qonşu bölgələr hesabına ərazinin genişləndirilməsi bu Quba və Şəki xanlıqlarından fərqli xüsusiyyəti deyil. Ona görə A variantını götürmürük. B variantı 18-ci əsrin, yəni 18-ci yüzilliyin 50-ci illərində siyasi mərkəzini dəyişmişdir. Bəli, dəyişmişdir. Özü də 2 dəfə Şahbulaq qalasına, daha sonra isə siyasi mərkəzini Şuşaya köçürtmüşdür.